İlk öncə bizim hər birimizin başımızın tacı olan şəhidlərimizdən biri olan Cəfərov Ceyhun Qaraşoğlu'nun bugünkü gündə adım tutub bu tədbirə gələn, Bakıdan gələn qonaqlara mən təşəkkür edirəm. Çox sağ olun, var olun deyirəm və bu günləri şəhid anaları və eləcə də kənd cəmaatı, qohumlar, qohmalar, o cümlədən şəhid Ceyhun Cəfərovun təhsil aldığı məktəbin yetirmələri, şagirdlər və Ceyhunun müəllimləri, o cümlədən Ceyhunla bərabər təhsil alıb müəllim işləyən müəllim və müəllimələr var ki, mən hər birinə təşəkkürümü bildirirəm bu tədbir üçün. Şövkət müəllim gözəl bir söz dedi. İlk dəfə şəhidimizin adı məktəbə verilərkən mənim rəhmətli atam bir şeir yazmışdı. Bugün də mən göz yaşı içində saat 09:53 dəqiqədə şeiri bitirdim, göz yaşlarım içində. Amma çıxışımdan sonra bu şeiri demək istəyərdim. Mən şagirdlərə özümü tuz deyirəm. 1918-ci ildən bəri Azərbaycanda bir belə şəhidlərimiz oldu ki, hər birisini unutturdular bizə. Biləsiniz, tarixi biləsiniz. Babalarımızın kütləvi şəkildə məzarlıqlarda dəfn edib Kirovların heykəllərini üstünə qoydurtturub, babalarımız da onların o parklarda əyləndilər. Quba şəhərində, Quba rayonunda 1918-ci ildə şəhid olan şəhidlərimizin məzarlıqları üstündə babalarımıza stadion tikdirdilər, futbol meydançası tikdirdilər və babalarımızı o meydançanın üstündə futbol oynatırlar. Bəlkə o şəhidlərimizi unutduq deyə bu günləri biz balalarımıza şəhid veririk. İndən belə də balalarımıza şəhid verməyək deyə biz şəhidlərimizi unutmayaq. Hər bir zaman biz bunu demişik. Yadından çıxmamış bu sözü deyim, çıxışıma davam edəcəm. Binəqədi rayonunun Binəqədi qəsəbəsində biz şəhid 2016 şəhidi Emin Bağırovun ilk dəfə dəfn olunduğu Şəhidlər Xiyabanında biz belə bir fikir irəli sürdük ki, Seyid Elman Əsədullayev sağ olsun ki, və hər bir zaman başında belə oxuyanda şəhidin atası tanınır, anası tanınmır. Şəhidin atası tanınır, anası tanınmır. Hara geçsək, şəhid Cəfərov Ceyhun Qaraşoğlu, Əsədov Murad Rüstəmoğlu, Şükürov Vüsal Zahiroğlu. Amma anaların adı orada qeyd olunmur. Biz şəhidlərimizin yanında, balalarının yanında şəhid analarını dəfn etmək üçün girişdə məzarlıq düzəltdik və ilk şəhid anasını orada dəfn etdik ki, hər şəhidin anası, atası orada dəfn olsun. Şəhidlərimizi ziyarət etməmiş, birinci onları böyüdüb boya başa çatdıran atalar, analar ziyarət olunsun, şəhidlərimizi ziyarət edək. Və xarici kinolara baxırıq, uydurma qəhrəmanlarımızı bizə qəhrəman kimi tanıtırırlar. Amma Azərbaycanın bir belə qəhrəman oğulları var ki, bunları tanıtdırmaq gənc nəslə. Təəssüflər olsun ki, bu 31-də belə bir indiki kimi şəhidlərimizi tanıdan olmuyor. 2020-ci ildə, 2016-cı ildə, 2023-cü ildə Afrika şəhidləri deyirəm, 44 günlük Vətən müharibəsini deyirəm, antiterror müharibəsini deyirəm ki, və orada şəhid olan şəhid balalarımız, qardaşlarımız, onların yolunda şəhid olan şəhidlərimizi qisasını aldılar və biz gənc nəsillər də var olsun deyirəm, 44 günlük Vətən müharibəsinin şəhidləri ilə bərabər onlardan öncə şəhid olan şəhidlərimizi də yaşatmaq eşqi ilə yola düşdülər. Təşəkkürümü bildirirəm. Mən çox danışıb, vaxt almaq istəməzdim. İstəyərdim ki, gözəl anamın dizi önündə şeirimi deyəm. Amma o şeir deyəndən sonra mən çıxış edə bilməyəcəm. Ondan öncə bir şeirimi deyim, sonra o şeiri deyəcəm. Bir dəfə şəhidlər parkında işləyirdik. Hətta cibimizin puluyla gedib orada işlədiyimiz halda bizə ləkə vurmaqda belə çəkinmədilər. Ki, şairin burada xeyri olmasa gəlib işləməz, şairin burada xeyri olmasa gedib tədbirdə iştirak eləməz, desinlər, varıq ki, deyirlər. Və bir şeir yazdım, mənim qolumdan tutdular ki, sənin şəhidin var, gəlib burada işləyirsən Allah Bakıya əlində. Götdüm, elə bir şeir yazdım. Şəhidin var, toylarda şəhidi yad etdirsən bir dəqiqə tutdular. Sənin şəhidin var, mənə söyləyər. Bütün şəhidlərin qardaşıyam mən. Şəhidə xidməti dərk eyləməyən,
bütün şəhidlərin qardaşıyam mən. Birinci, ikinci, nə fərq var? Şəhidin bir adı, bir ünvanı var. Cənnətdə şəhidlə şəfayətim var. Bütün şəhidlərin qardaşıyam mən. Atası, anası qalmayanların, 30 il məzarı olmayanların, daşlarda səsimi duymayanların, bütün şəhidlərin qardaşıyam mən. 1905 qurbanlarımın, 1905'in qurbanlarımın, 18'den müstəqil olanlarımın, 37 Sibir'de qalanlarımın, bütün şəhidlərin qardaşıyam mən. 48, 53, oldu nələr, evindən didərgin düşdü körpələr, didərgin dərdini anlayan bilər, bütün şəhidlərin qardaşıyam mən. 90'da 20 yanvardan deyim, 91, 20 noyabr deyim, 92 fevral, Xocalı deyim, bütün şəhidlərin qardaşıyam mən. Bəsdir günah edib qeybət etdiniz. Bəsdir günah edib qeybət etdiniz, şəhidlər evində fətva verdiniz, şəhidləri köhnə təzə böldünüz. Bütün şəhidlərin qardaşıyam mən. İxtiyar gedəcək təkcə haqq yolun. Hidayət eyləsin Allah hər qulun. Gedin, şəhidlərdən siz məni sorun. Bütün şəhidlərin qardaşıyam mən.